Şəmkirdə piyadanın ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, rayon sakini idarə etdiyi VAZ 2507 markalı minik avtomobillə üzü Qazax istiqamətdə hərəkətdə olan zaman yolu qarşı tərəfə keçmək istəyən Şəmkir rayon sakini 77 yaşlı kişini vurub. Piyada aldığı ağır xəsarətlərdən elə hadisə yerində həyatını itirib. Avtomobilin vuraraq öldürdüyü piyada 1948-ci il təvəllüdlü Çitadze Yaşa Usmanovicdir. 77 yaşlı kişinin meyti müayinə olunmaq üçün məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin publik hüquqi şəxsin Şəmkir rayon şöbəsinə təhvil verilib. Qeyd edək ki, Yaşa Çitadze'nin rayonun Çaparlı kənd sakini 1986-cı il təvəllüdlü Rəhman Məhərrəmov idarə etdiyi VAZ 2107 markalı avtomobili ilə vuraraq öldürüb. Hadisə yerinə Dövlət Yol Patrol Xidmətinin əməkdaşları cəlb edilib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır. Fuad Nazimoğlu, Elşad Cəfər, APA TV, Şəmkir.